Riyaziyyat qorxulu kabus deyil. Siz rəqəmlərdən daha böyüksünüz və mən hazıram deyin. Əziz gənclər, gələcəyin iqtisadçıları, həkimləri, mühəndisləri, mütəxəssisləri, buraxılış imtahanına çox az qalıb. Bilirəm, həyəcanlısınız. Bəlkə də bütün öyrəndiyiniz düsturlar beyninizə qarışıb. Bəlkə də görəsən çatdıra biləcəmmi deyə düşünürsünüz. Mən sizə bugün bir müəllim kimi deyil, bir dostunuz olaraq, bir yoldaşınız olaraq müraciət etmək istəyirəm. Riyaziyyat qorxulu kabus deyil. İllərdir öyrəndiyiniz tənliklər, loqaritmlər, həndəsə fiqurlar sizə sadəcə sualın cavabını tapmağı öyrətmir. Riyaziyyat sizə problemlər qarşısında qaçmamağı, çıxış yolu tapmağı və ən mürəkkəb məsələlərdə belə, vəziyyətlərdə belə onu soyuqqanlı bir şəkildə analiz etməyi öyrədir. İmtahanda qarşınıza çıxacaq hər bir məsələ həyatda qarşılaşacağınız maneələrin kiçik bir modelidir. Və siz o modelləri həll edə biləcək gücdəsiniz. Səhv etməkdən qorxmayın. Unutmayın ki, ən böyük kəşflər səhvlərdən doğulur. İmtahanda imtahan vərəqinə yazacağınız hər bir rəqəm, hər bir ədəd, hər bir cavab sizin əməyinizdir. Bir misalı həll edə bilmirsinizsə, ruhdan düşməyin. Riyaziyyatda əgər bir yol bağlıdırsa, hökmən onun ikinci bir yolu, ikinci bir metodu vardır. Həyat da belədir. Siz rəqəmlərdən daha böyüksünüz. Heç bir imtahan nəticəsi sizin zəkanızın, qabiliyyətinizin, insanlığınızın, gələcəyinizin yeganə ölçüsü deyil. Amma bu imtahan sizin qabiliyyətinizi, intizamınızı, iradənizi göstərmək üçün də bir şansdır. Son saniyəyə qədər diqqətinizi toplayın, özünüzə inanın və o qələmi əlinizə alanda xatırlayın ki, siz bugünə qədər neçə-neçə çətin misalın, məsələnin öhdəsindən gəlmisiniz. Bunu da bacaracaqsınız. Mən sizə inanıram. Sizin zəhmətinizə, sizin potensialınıza, sizin yuxusuz gecələrinizə inanıram və güvənirəm. İmtahan zalına daxil olarkən dərin bir nəfəs alın və mən hazıram deyin. Hər birinizə uğurlar arzulayıram və parlaq nəticələrinizi gözləyirəm. Unutmayın, həyat bir funksiyadırsa, sizin əməyiniz, zəhmətiniz onun arqumentidir. Arqumentiniz nə qədər güclü olarsa, nə qədər böyük olarsa, nəticəsi də bir o qədər daha yüksək olar. Uğurlar.